bizim klasik muğam sənətinin inkişafında özünə məxsus xidməti olan el oğlumuz Can Ali Əkbərovun söhbətləri mənim üçün də xoşdur. O danışdıqca və mən onu dinlədikcə nə qədər kökə bağlılıq, xalqa bağlılıq, insanı doğrudan da necə ucaldarmış və ən yaxşı yol da elə budurmuş demək, mən bir daha bu qənaata gəlirəm. Mən ona uşaqlıqdan bələdəm, uşaqlıqdan tanıyıram. Onlar bizim qonşu kətdə, Tükəvilədə yaşayırlar. Tükəvilə bizim Lənkəranın ən mənzərəli kəndlərindən biridir. Dağların ətəyində yerləşir. İlk dəfə mən bulağı onların kəndində görmüşəm. İlk dəfə əsl mənada o dəmir ağacını onların kəndində görmüşəm. Və ilk dəfə muğam deyilən, deməli, canlı şəkildə muğamı onun rəhmətlik atasının səsindən eşitmişəm. Və o vaxt mən o dağların ətəyində dayanıb dağların zirvəsinə həsrətlə baxırdım. Və fikirləşirdim ki, kim qalxar o zirvəyə? Amma indi mənim deməli uşaqlıq dostum, bizim gözəl sənətkarımız Can Ali Əkbərov, o dağın zirvəsi çox balaca idi və o həqiqi mənada sənətin zirvəsinə gəlib çıxmışdır, qalxmışdır və mən böyük məhəbbətlə onu seyr edirəm. Bir doğma respublikamızın bir ziyalısı kimi onunla fəxr edirəm və mən də ən əziz adama, ən doğma adama ümumiyyətlə öz sözümü məhz şeirimlə daha aydın, daha dəqiq deyə bilirəm. Və mən Can Aliyə bir şeir əsər eləmişəm və bilmirəm nə dərəcədə nail olmuşam və istəyirəm bu məclisdə həmin şeiri oxuyum. Sənət sehirləyir, düşünür insan, şirin arzularla ürəklər dinir. Sənin oxuduğun eyni muğamdan kimi kədərlənir, kimi sevinir. Hardadır zil səsin, sözün məqamı, qarşında mavi göy, sıldırım dağdır. Bu qədər ucaltdın sən ki muğamı, muğam da bax səni ucaldacaqdır. Oxu, haray qopar, əzab çək, inlə, sənət, ağrısı da müqəddəs, əziz. Elə bilirəm ki, sənin səsinlə Ulu Füzulini dinləyirik biz. Muğamat xalqımın sərvəti, varı, necə çatdırırsan onu bizə sən? Köhnə mahnıları, bayatıları, oxuya-oxuya hər gün təzəsən. Oxu, qanadlanaq, xəyala dalaq, üfüqlər nə əlvan, göylər nə təmiz. Oxu, sehirlənək, dayanaq, qalaq, oxu dönə-dönə, alqışlayaq biz.